Mən ona elim günüm deyim. Elim günüm. Bəli, elim günüm ona Elim həmişə. günüm obam sen səni, yurdum yuvam. Ay ne güzel ismi var. Elim Bey. Ömərov. Aman Allah, Elim böyle bir elçiliğe gelip. Maşallah. Ay teşekkür ederim. Çok incesin. O mehriban, o aziz tələbəlikləri sızlar ya da düşəndə yüreğimin telləri. O mehriban, o aziz tələbəlikləri tələbə, tələbə, tələbə tələbə, tələbə, tələbə tələbə, tələbə, tələbə tələbə, tələbə, tələbə. Güzel, hara gittin? Kayıp. Güzel hanım, Simarə xanımı ancaq onun en sevdiği bir musiqi ilə özünüz vəsf edə bilərsiniz. Gəlin, ilk hissəmiz bitməmiş, canlı-canlı, biz beləyik də, yəni. İstedadına güvənirik deyə. Hə, ora bax və oxu. Ağlına gələn, bax, gözəl gözlərdən ola bilər, gülüşdən ola bilər, təbəssümdən ola bilər. Rami mənim üçün demirəm, Simarə xanım üçün. Şirin yuxun olaydım, gözlerine dolaydım, sənə lay lay salaydım, sən geceler yatanda. Şirin yuxun olaydım, gözlerine dolaydım, sənə lay lay çalaydım, sən geceler yatanda. Kızıl gülü dereydim, 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 sənə könül vereydim, vereydim, vereydim. Kızıl gülü dereydim, 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 sənə çelenk vereydim, vereydim, vereydim. Yuxularına gələydim, sən geceler yatanda. Yani ilk ağlıma gelen musiqi bu oldusa, görün adamın repertuarında neler var. Hoş geldin. Yox, Zümrüt xanım, əslində ilk ağlına gələn musiqi deyil. O bilir ki, Simarə xanımın yəni repertuarında bu mahnı var, həm də ən çox xoşladığı mahnılardandır. sevdiğiydi. Elim onu bilir. Hoş geldin bir daha. Aslında tələbə müəllimə heyran olmalıdır da. Sevməlidir müəllim. Sevməlidir. O Bəli. işinə də pərəstiş etməlidir. Ümumiyyətlə, müəllimlə tələbə arasında sevgi ilə zəngin rabitə olmadan o proses gedə bilməz. Müqəddəslərdən belə bir fikir var, deyir, göy üzünün tələbəsi olmadan yer üzünün müəllimi olmaq qeyri-mümkündür. Yəni bu çox yerində deyilmiş bir fikirdir. Ona görə də müəllimlə tələbə arasında mütləqdir ki, göydən gələn rabitə olsun ki, bu belə deyək də izdivac, təhsillə bağlı izdivac uzun ömürlü olsun. Bəs onun bariz nümunəsidir ki, bugün də bizim tələbələrimiz hər bayramda yeri gəlmişdən Dünya Azərbaycanlıların Həmrəylik günü yaxınlaşır, yeni il yaxınlaşır. Xalqımızı da 2024-cü ilin gəlişi münasibətilə bəri başdan təbrik edirik. İnşallah ki, xalqımız üçün düşərli il olsun, hamımız üçün düşərli il olsun, uğurlu olsun. Yəni belə fikrim var mənim. Həm də tələbələr müəllimdən də hansısa bir hərəkətinə qədər hərdən olur ki, ən çox bu xanımlarda olur, xanım xanəndələrdə olur. Misal üçün, çoxunda biz bunu hiss eləmişik artıq illərdir. Məsələn, mən gənc xanəndələrimizdə bilirəm ki, onda Simarə